Deməli uşaqlar, bu dəfə belə bir suala baxacağıq. Tangens 2/1 arc kosinus 2 böl kökdə 5 üstə gəlsin arc sinus 1 bölünsün kökdə 5. Nə edirik ilk öncə? Bizə deyir ki, arc kosinus 2 bölünsün kökdə 5-dir. Gəlin biz bunu düzbucaqlı üçbucaqda çəkib göstərək. Bir düzbucaqlı üçbucaq çəkirik və bizim düzbucaqlı üçbucağımızda kosinus deyir. Arc kosinus. Kosinus nəyə nisbətidir? Alfa bucağının bitişik katetin 2-nin hipotenuza nisbətidir. Yəni kökdə 5-ə nisbətidir. Bu alfa bucağına görədir. Biz əslində buradan baxsaq görərik ki, digər katet tapmaq üçün kökdə 5-in kvadratından 2-nin kvadratına çıxsaq bizə qalacaq 1. Deməli, digər katetimiz də 1-dir. Baxın, buradan sinus alfanı tapmaq istəsəm, sinus alfa nəyə bərabər olacaq? 1 bölünsün kökdə 5-ə. Deməli, söhbət hər ikisində bu alfa bucağından gedir. Onda bu da bir alfa bucağının qiymətidir. Bu da eyni alfa bucağının qiymətidir. Çünki dediyimiz kimi bu alfa bucağında, verilmiş alfa bucağında kosinus 2 bölünsün kökdə 5 olur. Sinusu isə 1 bölünsün kökdə 5-ə bərabərdir. Onda yazırıq ki, tangens 2'də 1 vurulsun 2 alfa. Tangens 2'də 1 vurulsun 2 alfa. Çünki alfa ilə alfanın cəmi bizə 2 alfa verir. Və mən buradan 2'ləri silirəm. Qalacaq tangens, deməli alfa. Tangens alfa da nəyə bərabərdir? Yenidən düzbucaqlı üçbucağa qayıdıram. Düzbucaqlı üçbucaqda tangens nəyə nisbətidir? Qarşı katetin, deməli bitişik katetə nisbət. Alfanın qarşısındakı katet 1, bitişik kateti isə 2. Deməli cavabımız olacaq 2'də 1.